Marinoli doğrulu faktı ilə bağlı 2006-cı il təvəllüdlü gənc saxlanılıbdır. Daxili İşlər Nazirliyinin məlumatına görə o bir sakini bıçaqla hədələyərək zinət əşyalarını və 14 min lari pul ələ keçiribdir. Şübhəli şəxs qısa müddətdə saxlanılıbdır. Faktla bağlı istintaq aparılır. Qırmızı Körpü sərhəd keçid məntəqəsində 157 kiloqram heroin ələ keçirilibdir. Daxili İşlər Nazirliyinin məlumatına görə narkotik yük avtomobilinin qoşqusunda gizli yerdə aşkar olunubdur. Faktla bağlı İran vətəndaşı saxlanılıbdır. Aşkarlanan heroin dəyəri təxminən 50 milyon lari qiymətləndirilir. İstintaq davam edir. Batumidə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı Türkiyə vətəndaşı saxlanılıbdır. İstintaqa görə o məişə mübahisəsi zamanı tanışına bıçaqla xəsarət yetiribdir. Yaralı xəstəxanaya yerləşdirilibdir. Cinayət aləti maddi sübut kimi götürülübdür. Araşdırma davam edir. Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçən 3 nəfəri saxlayıbdır. İstintaqa görə onlar sərhəd keçid məntəqəsindən kənar yolla Türkiyədən Gürcüstana daxil olublar. Faktla bağlı cinayət işi başlanılıb. Tbilisi və Batumidə qeyri-qanuni miqrasiyaya qarşı keçirilən əməliyyat zamanı 31 xarici ölkə vətəndaşı saxlanılıbdır. Onlardan 13-ü ağır cinayətlərə görə beynəlxalq axtarışda olub və Türkiyəyə təhvil verilibdir. Digər şəxslərin deportasiya prosesi davam edir. Daxili İşlər Nazirliyi bu cür yoxlamaların davam edəcəyini bildirib.